otluqdur, cəngəllikdir, çox biabırçı vəziyyətdədir də. Yəni O yer yoxdur, biz gedək şikayət edək, bizim şikayətimizə baxan yoxdur. 2 ildir sürünürük bələdiyyənin yollarında. Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yaşayan sakinlər uzun müddətdir ki, ərazidəki infrastruktur problemindən ciddi şəkildə əziyyət çəkdiklərini bildirirlər. Onların sözlərinə görə xüsusilə payız-qış aylarında vəziyyət dözülməz həddə çatır. Xəzər Bağları, Dalğa küçəsi. Bu küçənin nə işıqlanması var, nə də ki kanalizasiya sistemi var. Kanalizasiyada 2 gündən bir tutulur, basır, otluqdur, cəngəllikdir, çox biabırçı vəziyyətdədir də. Yəni belə necə deyim, indiki devirdə elə bir şey yoxdur da. Nə qədər şikayət zad olunub da, yenə xeyri yoxdur. Özüm bax bu vəziyyətdə, yollarımız bu vəziyyətdə xəstəyim, həkimə gedib gələ bilmirəm, kanalizasiyalarımız gündə dolu. O yer yoxdur, biz gedək şikayət edək, bizim şikayətimizə baxan yoxdur. O arvadın 80 yaşı var, evi kanalizasiya suyunun altındadır. Mən kanalizasiya yaşamaqdan tabura yığılmışam. Allah and olsun çatdımırıq. Biz suya verək, qaza verək, işığa verək, yoxsa kanalizasiya hər dəfə 50 manat pul verək, nənə qurban. Hardan alırıq, nəylə dolanırıq? Sizə qurban olum, xahiş edirik, bizim bu yolumuzu düzəldin, kanalizasiyalarımız aşır-daşır. Qonşuların evi suyun altındadır, körpələrimiz xəstəliyə düşüb, olmaz axı belə, sənə qurban olum. Hara gedək, turbalarımız dəyişilməlidir. Kimə deyirik, heç kəsdən pul yığa bilmirik, hamı derajından batırıq, pensiyamız yox, pulumuz yox, nağayırım, nə deyim, ay qadanalım. Bizə bir tədbir görün, neçə dəfə şeydə olmuşuq, bələdiyyədə olmuşuq. Deyirlər bizə söz verir, eləmirlər. Neçə dəfə getmişik bələdiyyə, deyir söz verirəm, amma eləmirəm, bana icazə vermirlər, bəlkə icazə verirlər. 2 ildir sürünürük bələdiyyənin yollarında. Sakinlər bildirirlər ki, onlar bu problemlə bağlı dəfələrlə həm bələdiyyəyə, həm də icra hakimiyyətinə müraciət etsələr də indiyədək hər hansı ciddi tədbir görülməyib və vəziyyət olduğu kimi qalmaqdadır. Ümid edirik ki, süjetimiz yayımlandıqdan sonra adiyyəti qurumlar məsələni həll edəcəklər.